ey şah-ı lab-i atşan, ey şah-ı lab-i atşan, dünyanı koyan heyran, ey Kabe-i vicdanın Rabbi tanınan sultan, vicdan mı olar sensiz? Sensiz o qalar viran. Vicdan değil, Allah'tır ateş ve yanan vicdan. Eşqində sədaqətdir həblül mətni iman. Dil hər nə qədər coşsa ki söz deyə şanında, Rəbbin kimi izzətdə kimliyi bilən kimdir? Ey aləmi mənada ərşi rəhimin tacı, ey aləmi mənada ərşi rəhimin tacı, ey dərdi bu dünyada dünya qəminin sacı, dərd əhlinin ey dərdi ruhiyye-i meracı, ey zibh-i azimana qurban sənə bu razı. Ey kaş deyirdim ki bu lütfü və möhtacı ateşvə yaxaydım bir agah olaydım ki sərnizədəki başdan qani süzülən kimdir? O başı kəsiblərsə Qur'an oxuyan kimdir? Elhamdülillahi'llezî enzele ala abdihi'l kitâbe ve lem yec'al lehu ivaca qayyimen liyunzira ba'sen şedîden min ledunhu ve yubeşşirel mu'minînellezîne ya'melûne's-sâlihât ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا حسنا ماكثين Satmaz sənə heç zirvə, nə əzm, nə qüdrətdə, bu səhnəyi dəhşətdə, min cür əziyyətdə, heç kəs dəmi vüslətdə olmub bu ləyaqətdə. Mənsə buna giryanəm, səndin bu səadətdə. Bəs zini vəfa üstdən, səhra-i sədaqətdə, oxlardan ibarət bir Rəbbani cəmal ilə atdan yıxılan, başı daldan kəsilən kimdir? Bu sinəyi suzanı qodlara yaxan kimdir? Bir rozə deyən bir gün əvvəl deyib Əkbərdən, sonra dedi güya ki sən keçməyib Əsqərdən, su eyləmisən xahiş bu yırtıcı ləşkərdən. Xahiş sözünə yandım, xahiş sözünə yandım. Kimdən? O da kafərdən. Ay ravi dilin yansın, sil bu sözü dəftərdən. Möhtacı olandır bəs qani tökülən türbət, möhtaclara dərman tək tətbiq edilən kimdir? Sus ravi, bu uydurmaz söz və inanan kimdir?
möhtaclıq imamətdə? Bu olmayıb. Olmazdı. Möhtaclıq imamətdə bu olmayıb. Olmazdı. Gülzar-ı həqiqətdə gül qönçədə qalmazdı. Bu düzdür. Su olsaydı Əsqər belə solmazdı. Sen ise dedin ey kaş bir ox bunu almazdı. Bu Əkbərə çatmazdı. Qam hülgüne dolmazdı. Bəs Zeynəb əmanətli, qundağı qızıl qanlı təhvili verən anda dərddən üzülən kimdir? Qundaqda gülən tiflə, baxdıqca yanan kimdir? Simayı həqiqətdə Allaha fəda sənsən. Qeyrət və mətanətdə tək şahı hüda sənsən. Mənayı şəhadətdə seyyid-i vəfa sənsən. Zülmün gecəsi parlaq bir mah-ı şüca sənsən. Ey şir xudazadə bəs bunca deha sənsən. Qardaşına yetdikdə çəkib bir ah, azadəliyin rükünü qəddi bükülən kimdir? Ümmidi Əbəlfəzli qolsuz uzanan kimdir? Sən töhfeyi fitrətsən. Sən töhfeyi fitrətsən. Dərgahı məhəbbətsən. Sən külli inayətsən. Sən külli inayətsən. Ey dərdi imamət, sən izzətli şəfaətsən. Meyar-ı sədaqətsən. Rəmzi ülüviyyətsən. İnsanlığa rəhmətsən. Ey qeyrətə rəhmət, sən tufanlara illətsən. Dünya sona yetmincə üsyan-ı qəmin bitməz. Hərgah əbədiyyətsən. Bəs məzlum ölən kimdir? Çəkdiklərinə dəhri heyrətdə qoyan kimdir? Bismillahirrahmanirrahim. Elhamdülillahillezî enzele alâ abdihil kitâbe ve lem yec'al lehu ivaca. قيما لينذر بأسا شديدا من لدنه ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا حسنا ماكثين فيه. Bugün Aşura günüdür. Qanın qılınca qələbə çaldığı gün. Bir dəstəyə baxırsan, deyirsən ilahi insan hara qədər ucala bilər? Ki gəlsin Əbəlfəz olsun, gəlsin Əli Əkbər olsun. Mən özüm həm eşrəyəm, həm sağiyəm. Şəb edəslim can bekəm, müşdaqiyəm. Və insan nə qədər alçala bilər? Gəlsin Şimr olsun, gəlsin Ömər Səd olsun. Həm o zirvəni göstərdi,
həm də o zirvəyə gedən yolu göstərdi bizə. Kerbela gülzarı eşkimdir benim, Kerbela bazarı eşkimdir benim. İmam Hüseyin əleyhissalam həm bu yolu göstərdi bizə, həm də əlimizdən tutub o yola tərəf aparır bizləri. İnsan ucalmaq istəsə sadə yolu var, gərək insan Allaha bəndə olsun. İnsan alçalmaq istəsə sadə yolu var, gərək nəfsinə qul olsun. Biz gəlmişik ondan dərs alaq, dünyaya elan eləyək ki, bizim ustadımız İmam Hüseyin əleyhissalam. Ay Aşura günü Hüseynin məclisinə gələn aşıqlar. Ya Resulallah, gəl Kərbəlaya, ümmətin hazırlaşır balığı öldürə. Gün qapısı Kərbəlanın, yolun axtarla Hüseyni gəzirsən. Buradır ki çəkilib qara Hüseynin qapısı. Dedi ay Zuheyr, ay Müslüm, Əbəlfəz, qalxın ayağa Peyğəmbərin balasını qoruyun. Ya Hüseyin